İbn Teymiyyə rəhməhullahın gözəl bir sözü var. Deyir ki, həsəd elə bir xislətdir ki, hər insanın nəfsində yaradılışı etibarı ilə həsəddən bir pay var, istər-istəməz. Lakin insanların bədbəxti odur ki, bunu izhar edir, bunu ortaya çıxarır. Ona görə həsədə nisbətdə insanlar müxtəlifdir. Məsələn, elə insanlar var ki, öz nəfsində o həsədi hiss eləyir, lakin onun üçün qapı açır, qəlbini ona açır, yox, razılaşmır. Onu aradan qaldırmağa səy göstərir, çalışır. Belə birisi günaha batır, belə birisi günaha batmır. Əksinə, o nəfsində yaranan həsədlə mübarizə apardığına görə həm də nə qazanır? Əcr qazanır. Fikir ver, nəfsdə həsəd əmələ gəlir. Amma düzgün mövqe tutduğuna görə günah yox, əcr qazanır. Həmçinin o nəfsdə əmələ gələn həsədin müalicə yollarından birisi bilirsiniz nədir? Kimə qarşı, hansı məsələdə ki, nəfsdə həsəd yaranır, o adama o məsələdə dua eləmək. Məsələn, kimdəsə həsəd yarandı ki, filan kəsin yaxşı miniyi var, bunda yoxdur, hə? Ola bilsin, nəfsdə o başlayır və insan onu hiss edir özündə və onda neynəsin? O qardaşı üçün və nədə ki, həsəd yaranıb, o barədə o üçün dua eləsin ki, Allah Azza və Cəllə ona da, onun əhlinə, miniyinə bərəkət versin. Və bu, həsədin müalicəsində ən gözəl metodlardan birisidir.